İdmançılara verilən pullar israf yoxsa haqq? Bəzi insanlar sual edir. Niyə bu idmançılara böyük məbləğdə pul mükafatları verilir? Doğrudanmı bu israfdır? Gəlin həqiqətə baxaq. Bilirikmi, bu uğurlar təkcə medallar deyil. Hər medalın arxasında illərlə davam edən ağır məşqlər, sosial həyatdan imtina, zədələr, hətta bəzən itirilən sağlamlıq dayanır. Hər bir peşəkar idmançı özünü bu yola sərf edir. Bəs biz bu əziyyəti qiymətləndirməsək, kim qiymətləndirəcək? Bir şeyi də aydınlaşdıraq. Ümumiyyətlə, təhsil və idman niyə bir-birinə qarşı qoyulur? Onların hər ikisi ölkəmizin gələcəyi üçün vacib deyilmi? Təhsil bir millətin intellektual gücünü artırırsa, idman da onun fiziki və mənəvi gücünü təmsil edir. İdmançılarımız təkcə medal qazanmır. Onlar beynəlxalq arenalarda Azərbaycanı tanınır. Bəs biz bu uğura gedən yolu dəstəkləmiriksə, uğur bizə necə gələcək? Uğurlu bir idmançı gənclərimizə motivasiya verir, gələcəyin çempionlarını ilhamlandırır. Mükafatlar isə bu zəhmətin bir göstəricisidir. Deyirlər ki, inkişaf etmiş ölkələrdə heç bu qədər pul mükafatları verilmir. Bəli, ola bilər, bəlkə də inkişaf etmiş ölkələrdə bu qədər pul mükafatı verilməsin. Çünki onların idman infrastrukturu tam oturub. Amma bizim idmançılarımız bəzən ən minimal şəraitdə böyük uğur qazanır. Onların zəhmətini qiymətləndirməmək əslində onların gələcəyini baltalamaqdır. Əgər bu mükafatlar olmasa, gənclər hansı motivasiya ilə çalışacaq? Təhsilə investisiya lazımdır, amma idmana da yatırım etmək lazımdır. Çünki uğurlu bir idmançı minlərlə gəncə ilham verir. Onlar bizim beynəlxalq diplomatiyamızdır. Axı bir idmançının himnimizi səsləndirməsi, bayrağımızı zirvəyə qaldırması hamımız üçün qürur mənbəyidir. Unutmamalıyıq ki, idman və təhsil bir millətin iki güclü sütunudur. Hər ikisini inkişaf etdirməliyik. Bu onların zəhmətinə və ölkəmizə gətirdikləri uğurlara verilən bir qiymətdir.